insan öz tövhidini gücləndirməlidir. Qəlbindəki tövhidi gücləndirməlidir. Hətta peyğəmbərlər belə Allaha ortaq qoşmaqdan çəkinərdilər. Məhər peyğəmbərlərin həyatı bizim üçün örnək deyilmi? Bizim üçün örnək olan əsas peyğəmbərlərin həyatıdır. Fikir verin, diqqət edin. İbrahim əleyhissalam Allah Teala onu nə adlandırıb? Xəlilullah, Allahın xəlili olaraq adlandırıb. Hansı ki öz cəmiyyətində bütlər satılırdı, bütlər düzəlirdi. Öz əlləri ilə bütləri neynədi? Dağıtdı. Baxın, qəlbində tövhid nə qədər əzəmətli idi. Allaha dua edirdi. Özünün və övladlarının bütə düçar olmaması üçün, özünün və övladlarının bütə tapınmaqdan, ibadət etməkdən uzaq olması üçün Allaha dua edirdi. Fikir verin duasına. وَجْنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامِ Allaha dua edərdi ki, Allahım, məni və övladlarımı bütlərə ibadət etməkdən uzaq et. Baxın, nə qədər təhlükəli günahdır. Nə qədər əzəmətli günahdır. Bu, əslində İbrahim əleyhissalamın bu duası hər bir tövhidi iddia edən, hər bir tövhid əhli üçün örnək olmalıdır. Hər gün Allaha dua etməlidir. Allaha dua etməlidir ki, Allah məni də, övladlarımı da, zürriyyətimi də bütlərə tapınmaqdan, səndən başqasına yönəlməkdən uzaq et. Görün, nə qədər əzəmətli duadır.